Xoşbəxtlik hər bir şəxs üçün başqa bir mənəvi. İnsan var düşmənindən qisas alır, özünü xoşbəxt sayır. O xoşbəxtlik ayrı bir şey. Kiminsə bədbəxtlik üzərində qurulan xoşbəxtlikdir. İnsan var kiməsə yaxşılıq edir, özünü xoşbəxt istəyir. İnsan var kiməsə yeməyini verir, özü az qaldığı halda özünü xoşbəxt sayır. Lakin xoşbəxtliyin başqa məqamları var. Xoşbəxtlik digər qolu səadətdir. Səadət fars sözüdür. 3 adət deməkdir. Birinci adət odur ki, ailə həyatı qurursan. İkinci adət, oğul uşaq sahibi olursan. Üçüncü adət isə övladlı evlənirsən. Bu səadət adlanır. Yəni 3 adət yerinə insan yetirməlidir. Artıq ondan sonra həmin adamın səadətlərdən istəyir. Sizin bayaq verdiyiniz sual həm övladı üçün, həm özü üçün, həm də nəvəsi üçün. Yəni xoşbəxtliyin məqamları çoxdur. Biz hər bir insandan soruşsaq fərqli cavablar, böyük bir kitablar yazmaq olar. Lakin xoşbəxtliyin əsas səbəbi insanın bir-birinə qarşılıqlı mehribançılıq əsasında ailə həyatı qurmasıdır. Bilirik ki, ailə həyatı da 3 əsas bölümdən ibarətdir. Qohumluq, qarşılıqlı məsuliyyət və nikah. Birinci məqamda bilirsiniz, insanlar yalnız bir-biri ilə qohum olmaq üçün bu xoşbəxtliyə qol atırlar. İkinci məqamda qarşılıqlı məsuliyyət, ailədə təkcə atanın rolu orada əsas deyil. Ata düzdür. Ata gedib çörək qazanır, ana uşaqları saxlayır, xörək bişirir. Bilirsiniz ki, hələ eradan əvvəl 40-cı minildən 12-ci milinə qədər üst paralel dövründə ana xaqanlığı mövcud olub. Bu, ananın ailədə hakimiyyəti demək olub. Burada nə üçün belə olub? Ana odun daşıyıcısı olub, xörəkləri bişirib, paltar tikib, uşaqları saxlayıb. Bütün işlərinin 70% ana gördüyünə görə, kişilər yalnız mağara daxilində heç bir işi olmadığına görə, mağaradan kənarda olduğuna görə buna ananın üstünlüyü nəzərə çarpıb. Lakin müasir ailəmizdə ata ilə bərabər ananın da öz yeri var, ailədə nənənin də öz yeri var, babanın da uşaqlarında. Biz uşaqları dükana göndərib, biz nənəni, babanı göndərə bilmərik. Onların öz yeri nədir? Nağıl danışmaq uşaqlara, ailə daxilindəki məsələləri həll etmək, araya girib islah vermək, ananın rolu yemək bişirmək, atanın rolu pul qazanır. Lakin ümumi mənada onların ümumi borcudur ki, ailədə xoşbəxtliyi sağlamaq. Üçüncüsü insanlar, biz bayaq elədik, nikah. Nikah ona görə qurulur ki, insanlar təkcə bu 2 nəfər xoşbəxt olmur. Bu, ailə quran hər iki gəncin qohumları biri-biri ilə xoş davranır, biri-biri ilə yaxınlaşırlar, ünsiyyət qururlar. Əgər sabah bu ailə dağılırsa, həmən şəxslər artıq bir-birinə salam belə vermirlər. Deməli, bunların ümumilikdə biri-biri ilə əlaqə saxlamalı, bu 2 nəfər gəncin xoşbəxtliyi olub. Düşünürəm ki, xoşbəxtliyin hər bir insan üçün başqa bir anlam ola bilər. Hər kəs xoşbəxt olmaq istəyir, amma hər kəs xoşbəxtlik fərqli şeylərdir. Fərqli, bayaq qeyd elədim də, kimsə düşmənindən qisas alır. Biz bugün Qarabağda qələbə çalsaq, biz özümüzü xoşbəxt hesab edəcəyik. Düşmənlərimizdən təmizləyəcəyik torpaqlarımızı. Digər tərəfdən, dünyanın bir çox xalqları buna biganə baxar. Özlərini pis hiss edirlər. Bədbəxtsə, ermənilər şəxs özləri bədbəxt sayacaqlar. Niyə biz burada? Onlar xoşbəxt olmayacaqlar. Lakin o xoşbəxtliyin, bu bir xoşbəxtliyə heç bir əlaqəsi yoxdur. Xoşbəxt olmaq üçün gərək kimsə xoşbəxt olmaq üçün ümumiyyətlə hamını da razı salmaq olmaz. Xoşbəxtlik əsasən kiminsə bədbəxtliyi üzərində qurulur. Bir şəxs xoşbəxt olmaq üçün digərini, çünki biologiyada təkamül nəzərəsi ona uyğun bir nəzərədir. Biri yaşamaq üçün digərini məhv etməlidir. Bəli, xoşbəxtlik əsasən bu üzərində qurulur. Çünki dünyada bilirsiniz, dualizm doktrinası mövcuddur. Mənfi, müsbət, kişi, qadın, isti, soyuq, bunlardan biri olmasa digərini təyin etmək mümkün deyil. Həmişə gündüz ola bilməz, hamı yaxşı ola bilməz, hamı pis ola bilməz, hamı xoşbəxt ola bilməz. Biri bədbəxt olmalıdır ki, biz o xoşbəxtliklə bədbəxtlik arasında fərqi görə bilək. Nəyə görə bu şəxs? Yaxşı ki, baxaq sevinə, yəni bayaq dediyiniz kimi, insanlar var. Yəni, insan baxanda ki, onun başına bu hadisə gəlir, fikirləşir ki, bəli, mən xoşbəxtəm, ona baxanda müqayisədə mən çox qabaqdayam. Öz gününə şükür edir, bəli. Mən xoşbəxtəm, nəyə görə onları mən yaşamıram. Bəli, məncə xoşbəxtlik bu cür... Çox qəribə bir anlayışdır, belə deyək. Bəlkə də uzun uzadı, yenə qar yağacaqdı. Bəlkə də qarşına yenə kədər qəm çıxacaqdı. Bəlkə də uzun uzadı,
yine kar yağacaktı. Belki de kapımı yine küleğin açacaktı. Çekil keder, yerini bil, saadet gelir. Sevin ürey, kalk ayağa, mehabbet gelir. Çekil keder, yerini bil, saadet gelir. Sevin ömür, kalk ayağa, mehabbet gelir. Əgər bilsək ki, bu qədər asandır, ayağa qalxmaqla səadətin, məhəbbətin gəlməsi, inanıram ki, burada hər kəs ayaqda olardı. Amma təbii ki, bu gözəl bir ifaya görə təşəkkürümüzü bildiririk Əli müəllimə. Söz qalxmaq deyəndə ki, özün də heç olmasa, özün də bir hərəkət eləməlisən ki, səadət özü gəlib öz insanı tapmır. Gərək insan öz səadəti uğrunda, məhəbbəti uğrunda vuruşsundur. İnansın. Elə insanlar var ki, heç xoşbəxtliyin olduğuna inanmırlar, sonra xoşbəxtlik axtarırlar. Çox gözəl vurğuladınız. Təşəkkürümü bildirirəm həm ifadə, həm sözlərinizlə. Amma mən bir məqama toxunmaq istəyirəm. Mən çox təəssüfləndirən bir məqam budur ki, bu səadət anlayışını izah edəndə, yaşamaq istəyəndə bunu sadəcə özümüz üçün arzuluyuruq. Yəni, xoşbəxt olmağı düşünürük, amma xoşbəxt etməyi bəzi hallarda yadırğıyırıq. Amma əslində çox böyük dahilər qeyd edirlər ki, əslində insan başqasını xoşbəxt etməklə özü xoşbəxt ola bilər. Bu anlayışı istəyirəm bir qədər izah edək. Yəni, doğrudan mı başqasını xoşbəxt etməklə, yəni onu sevindirməklə, ya ona hədiyyə almaqla, onun sevincini görəndə insan fərəhlənirmi? Bu, insana xoşbəxtlik bəxş edə bilərmi? Bəli. Deməli, musiqiyə görə çox sağ olsun, sözlər çox gözəl də düşündürür ki, həqiqətən saadətdə orada deyir ki, məhəbbət. Məhəbbət olmasa saadət olmaz. Çəkil, kədər, yerini ver. Yəni, məhəbbət gəlir ki, buna özüm elə bil ki, qayıdıram. İndi sizin sözünüzə qüvvət ki, bəli, deyir ki, hər hansı bir adama sən xoş gün arzuluyursansa, elə bil ki, yarısı özüvə qayıdır. Pis gün də arzuluyursansa, qılıncın deyir ki, başı olur, onun birisi də özüvə qayıdır. Yəni, hər bir insan hamıya xoş günlər, xoş rüzgar arzulamalıdır. Əgər əlindən gəlirsə, bacarırsa, kömək eləmək, bir əl tutmaq əlidən qalır. Yəni, bu kəlam böyüklərdən biz eşitmişik ki, bu hamısını elə bil ki, ağzında əzbər örgənilir. Amma deyir, nə tökürsən aşıva, o da çıxır qaşığıva. Bu atalar sözlərinə nəzər salanda buna aksiyoma kimi görmək mümkündür. Yəni, xoşbəxtlik də ki, deyir ki, dualar, birinə deyir, yaxşılıq eləyəndə onun duasını Allah qəbul edir. Yaxşılıq görənin Allah duasını qəbul edir. Əgər sənin çətin günündə mən sizə yaxşılıq eləmişəmsə, onu həmişə siz xatırlıyorsunuz. Əgər əl tutmuşamsa, ruzu bəxş eləmişəmsə, ya məsələn çətin gündə pula ehtiyacın olubsa, nəyəsə ehtiyac olubsa, həmin vaxtda o sizcin elə bil ki, heç vaxt yaddan çıxmır. Həmişə onu... Amma deyirlər, bizlər, yəni insan xislətində var, pisliyi daha çox yadımızda saxlayır. Yox, yaxşılıq da yaddan çıxmır, pisliyi də yaddan çıxmır. Hər adam yaxşılıq eləyir, amma pisliyə yaxşılıq hər adam eləmir onu. Adam var deyir ki, o mənə pislik eləyib, mən də ona pislik eləməliyəm. Pisliyə yaxşılıqla cavab versin, həm də ki, unutqanlıq, hər hansı bir İnsan özünün, yəni o qazanacağımız savablar, dualar, onlar bir yana qalsın. O daxilən insanın rahat olmasına gətirmiş olacaq, düzdürmü? Adam birinə hörmət eləyir, ona yaxşılıq eləyir, özünü rahat hiss eləyir. Adam var isə birinə pislik eləyəndə özünü rahat hiss eləyir. Həmişə də pislik eləyən elə bir pərdə arxasında qalır, kiməsə elətdirir. O vicdan əzabı məsələsi də var da, yəni başını vicdanı olarsa, varsa, əgər varsa, hər bir kəsdə vicdan yoxdur, xoşbəxtlikdən söz düşəndə birinci ağıl lazımdır. Ağıl, elm. Ağıl xoşbəxtliyin əsasıdır. Əmək xoşbəxtliyin atasıdır. Zəhmət xoşbəxtliyin rəhnidir. Məqsəd xoşbəxtliyin ürəyidir.
Ağıl həmçinin də saadətə açılan qapıların açarıdır. Amma belə də bir yandan deyilir, mən bayaq da vurğuladım ki, çox ağıllı olan insanlar çox az şeylərdən xoşbəxt olurlar. Çünki onlar o qədər ağıllı olduqları üçün hər şeyin problemli yönlərini fikirləşirlər. Yəni çox ağıllı da yaşayırlar. Hər şeyin çoxu bir ziyandır. Nizami Gəncəvinin şeirlərində buna daha çox vurğulanır, rast gəlirik ki, sözdən də yazılır, sudur, artıq içiləndə dərd verir, o da. Hər şeyin çoxu, hər şeyin həddi. Həddində olan hər bir şey xeyir verir insanlara. Hələ xoşbəxtliyin də, ifadəsinin də, qədərində olması gözəl olar. Mən istəyirəm ki, bir ifa işləkmi əlimdən, sonra... Dünyada həm kədər, həm də sevinç var. Kədər istəməyib, xoşbəxt olanlar. Dünyada həm sevinç, həm də kədər var. Kədər istəməyib, xoşbəxt olanlar. Arzuylar müddət, həyat quranlar. Bəzəyər ömrünü, xoşbəxt olanlar. Arzuyla müddət, həyat quranlar. Bəzəyər ömrünü, xoşbəxt olanlar. Bəzəyər ömrünü, xoşbəxt olanlar. Bəzəyər ömrünü, xoşbəxt. Minnətdarlığımızı bildiririk və bu mövzuya istərdim ki, Akşin müəllimin də bilirəm ki, fərqli bir yanaşması olacaq. İstərdim ki, bu bir çox dünya psixoloqlarıdır, ümumiyyətlə Azərbaycanın özündə də depressiyadan əziyyət çəkən insanlara bir çox hallarda müraciət edən, onlara ilk başda məsələ özlərini xoşbəxt hiss etməkləri üçün mərhəmət hissi aşılanır və imkan daxilində bu özü düşünülməməlidir ki, mənim pulum yoxdur, mən xeyirxahlıq edə bilmərəm, düzdürmü? Bir çoxlarımız fikirləşir ki, mən özümlə hayda, problem içində depressiyadayam, mənə deyir ki, kiməsə yaxşılıq eləm. Amma bu yaxşılıq adi bir kiçik bir hədiyyədən belə, yəni 20 qəpik dəyəri olan bir şeydən belə ola bilər, düzdürmü? Yəni bunu istəyirəm izah edək. Bilirsiniz, yaxşılığın da öz məqamı var. Kimisə xoşbəxt eləmək ola bilər ki, əksinə onun bədbəxtliyinə gətirib çıxartsın. Biz bilmirik onu. Biz bir insana xoşbəxt, belə deyək də, yaxşılıq eləmək istəyirik ki, onun yaxşılığına görə, lakin o insan üçün problem yaradır. Avropa ölkələrində, görürsünüz, ailədə əgər övladlardan biri, ailə üzvlərdən biri bir işlə məşğul deyirlər ki, bu onu xoşbəxt eləyir. Qoy müəyyən müddət o xoşbəxtliyi yaşasın. Lakin bizdə buna özbaşınalıq kimi ad verilir ki, uşaq ya gənc, deməli, nə istəsə, onu xoşbəxt edirsə, onunla məşğul ola bilməz. Bilirsiniz, bir şəxsin istədiyi zaman ona yaxşılıq eləməklə, bəzən də bilmədiyi bir zamanda, lakin ona uyğun olan bir məqam olsun. Məsələn, bir nəfərin imkanı yoxdur, tutaq ki, bir əziz bayram günündə evində bir şey yoxdur, ona birbaşa desən, yardım bəlkə onu qəbul eləməzsin. Doğrudurmu? Dolayısıyla yolla o yaxşılığını edəndə və onun uzaqdan sevindiyini görəndə insan rahatlar. Şəxsən mən kimisə yaxşılıq edəndə çox rahat oluram. Çox qəribə bir şeydir. Yəni, həmin ehtiyacı olan insan adi bir, yəni deyək ki, siz bazarlıqdan xoşbəxt olur, amma tutaq gedək başqa bir ailəyə, ona həmin bazarlıq verir, o ki, onda onu xoşbəxt eləməyəcək. Biz qəbul edəcək. Bəlkə onu biz təsir göstərsin. Lakin məqam var da, o məqamda o yaxşılığı edirsən, əvvəlcə görürsünüz, televiziyada üzr istəyirəm, bir veriliş gələndə deyib, müəyyən bir əziyyət çəkir xəstədən uşaq, orada bir sponsor var, adının bilinməsini istəmir. Deyir ki, mənim adımı çəkməyir. O nəsə bilir, onu edir. Çünki ola bilər ki, o sponsor bilir ki, mən birbaşa bunu eləsəm, bəlkə o şəxsin xoşuna gəlməsi, ya ki, tanıdığı bir adamdır. Ona görə insanların xoşbəxt eləyirsən, sonra bir məqamda açıqlayanda... Özlərini reklam etməmək üçün onu daha çox, yəni pullarını çox olmağı gizlətmək üçün edirlər. Belə də ola bilər, belə də ola bilər. Lakin biz fikir verək ki, biz filmlərə rast gəlmişik. O insanı xoşbəxt eləyirlər. Sonradan açıqlayanda ki, bu sənə müəyyən yoldan gəlib, o insan dərhal, belə deyək də, mənəvi cəhətdə sınır. Xoşbəxtlik təbii olan bir şeydir. İnsanlar bir-birinə əl tutmalıdır. İnsanlar bir-birinə məqamlarda köməklik eləməlidir. İnsanlar öz övladına görə
valideyni üçün, qonşuları üçün, eli üçün, xalqı üçün hər şey eləməlidir. Təkcə ailədən getmir şeylər. Bir Azərbaycanlı kimi xaricdə əgər sənin, belə deyək, xalqlığa qarşı, dövlətçiliyə qarşı, rəmzlərə qarşı bir hörmətsizlik olunursa, əlbəttə buna bir yerə qalmaq olmaz. Öz xalqın üçün də, insan öz xalqının da gələcəyi üçün hər şey eləməlidir, təkcə ailədə deyil. Dostlar, düşmənin üçün də belə yaxşılıq eləməyə dəyir. Çünki düşmən öndədir. Düşmən bir cəbhədə olur. Amma düşməndən qorxmaq lazım deyil. Düşmən məlumdur. Vay o gündən bəli. O şəxs ki, sənin üzvə gülür, o sənin dostun, düşmənindir, dostun deyil. Əgər biri sənin üzvə haykü edirsə, gülür səninlə, bu sənin dostundur əslində. Bildirir də mən buyam. Məndən özü gözlə. Lakin bilirsiniz, xoşbəxtliyi indi biz başda izah eləməyə ki, səadətdir, rahatçılıqdır. İnsan var, sadəcə oturur, bir mən yemirəm, içmirəm, mənim yeməyə verim, birinə otur, ondan xoşbəxt özü sayır. Bəli, o artıq onun qanuna olur. İnsan var, görürsünüz, kitab paylayır. Kitabı olmayan uşaqlara, imkansızlar özünü xoşbəxt sayır. Xeyriyyətçilik edir. Ondan gəlir də yoxdur. İnsan var, görürsünüz, qazancının xeyrini verir başqasına, paylayır, uşaq bağçalarına, xəstəxanalara. Deyir, mən özümü xoşbəxt sayıram. İnsan var, övladı yoxdur, digər, məsəl üçün, atası uşaqlara yardımlar göstərir. İnsan... Bu da bayağı dediyim kimi, depressiv hallarda insanın özünə də, çünki bunu hətta psixologlar özləri məsləhət verirlər. Onu o işdən yayındırmaq olmaz. Çünki o insan özünü təsəlli verir, sakitləşdirir. O qayda ilə sakitlik yaradır özündə. Siz bayaq dediniz ki, bəlkə də mən hər bir valideyn övladına görə hər şeydən keçər. Yer üzündə, yəni insandan başqa bütün varlıqlar öz, belə deyək, öz övladlarına biganədir. Lakin insan biganə qalmır. Elə valideyn var, biz misal gətirmirik onları. Əksərən insan öz ətrafındakı, çərçivədəki insanları xoşbəxtlik bəxş eləməlidir. Onlar üçün problem yaratmamalıdır. Ondan başqa işlədiyi mühitdə, ətrafındakı insanlar arasında bəli, insan yaxşılıqla hörmət qazanır. Kimsə pisliklə hörmət qazana bilmir. Və ən əsası xoşbəxt olur, hörmətdən özü də xoşbəxt olur. Və ən əsası da dediyiniz kimi səadətə qovuşur. Amma bir məqamda var ki, siz bayaq çox böyük maddiyyat tələb edən bir çox yaxşılıqlar saydı, hətta bir yeməyi belə saydınız. Mən bir yazıda oxumuşdum internet saytlarının birində. Orada bir, yəni ki, jurnalist bir xanım qeyd eləmişdi ki, məndir evimdə hərdən olur 20 qəpik dəyəri olan bir kukluz alıram. Onun içindən hədiyyələr çıxır. Üzük, nə bilim, sırğa. Evimizdə bir dilənçi gəlirdi, bir xanım gəlirmiş. Həmin oradan çıxan, deyək ki, aksesuarları, bujuteriyaları həmin xanıma verir. Deyir ki, həmin xanımın sevinci hədudu yoxdur. Çünki nəzərə alsaq ki, o da xanımdır. Düzdürmü? Xanımları bu qızıl, bəyərli əşyalar, hədiyyələr sevindirir, xoşbəxt edir. Amma artıq onu fərq eləmir, o dilənçidir və ya hansı vəzifədədir. Doğrudan da yəni çox yaxşı bir məqamidir. Amma bir məqama da istəyirəm toxunaq ki, biz qadınlar daha çox pessimistik, optimist düşünmürük. Siz bunu yaxşı şükür mənasında qeyd elədiniz. Bu daxilən də belədir. Yəni insan çox vaxt pessimist oluruq. Deyir ki, heç nə yolunda getmir, işlərim düz gətirmir. Amma deyir, əslində insan 10 dəfə özünə güzgüdə baxaraq desə ki, mən xoşbəxtəm, o daxilən bir xoşbəxt olacaq, əsassız. Necə keçim içəri? Uşağımı tutub aparırsan, hər bir deyirsən ki, mən keçim içəri. Başa düşdün? Başa düşün. Öz işinizle meşgul olmalısınız. Kimi gönderir? Yalandan deyirdiniz. Raportu imzalamışım. Həftəlik agroinformasiyalar. Bitkiçilik, əkin-biçin qaydaları, heyvandarlıq. Çörəyi torpaqdan çıxan zəhmət adamlarının gündəlik iş və qayğıları. Sağlamlığın etibarlı mənbəyi ekoloji təmiz məhsul. Proqnozlar və nəticələr. Çərşənbə günləri saat 19:45-də Bərəkətdə.
Bərəkətə baxın ki, torpaqlarınız və süfrələriniz bərəkətli olsun. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünyada və ölkədə baş verən ən son iqtisadi hadisələrin yekunu şərhi, dünya bazarlarından ən son maliyyə proqnozları, həmçinin ən son texnoloji yeniliklərdən Biznes Qlobalda xəbərdar ola bilərsiniz. Əgər subaylığın daşını atıb, özünüzə şudurğu bir etmişsinizsə və ya barmağınızdakı nişan üzüyünə baxıb xəyallar qurursunuzsa, nə gözləyirsiniz? Xəyallarınızı bizimlə gerçəkləşdirin. Güc birlikdədir deyib atalarımız. Elə isə yarımla mən bütün çətinliklərin ötəsindən gəlirik deyən evli və nişanlı cütlüklər. Sizdən gücünüzü birlikdə göstərin. Bunun üçün sadəcə 055-226-55-37 nömrəsinə zəng edin. Qazanacağınız mükafat bir-birinizə hədiyyəniz olsun. Bir-birindən maraqlı. Ola bilər ki, teatrda ömür boyu işlə, səni tanımazlar, amma televizyonda bir-iki dəfə çıxır, rol bəyənildi, sən bütün Azərbaycan tanıyır. Səhnəyə çıxanda mən hər şeyi unuduram. O tamaşaçıları görəndə, salonu görəndə elə bir mən həyata qayıtdım. Və biri digərindən maraqlı. Sənət taleləri Biz həyatda hər şeyi görürük. Həyatın acılarını da, keşməkeşlərini də. Ömrün fəsirlərində. Yəni, bax, bu barədə sizə niyə biz pessimistik və optimist olmaq üçün onun bəs xoşbəxtliyə açarı nədir, bu barədə danışardınız? Deməli, o da hamıya aid deyil. Elə adam var, çətinliyi də elə yoluna qoyur, səbirlə. Onun da açarı səbirdir. Yoxdur, necə olacaq falan. O iş gəlib vaxtına çatanda elə yoluna gedir. Deyirsə, mən niyə bu qədər həyəcan keçirtmişəm? Çox vaxt belə olur ki, o Allah Taala elə yoluna qoyur. Və mən deyərdim ki, belə bir məsəl var ki, hər bir pis işin başında bir xeyir var. Deməli, hər hansı bir çətinliyə düşəndə elə bir biraz da müdrikləşirsən. İnsan ağlı ilə, elmi ilə müdrikləşir. İnsan rəftarı ilə, hərəkətləri ilə hörmət qazanır. İnsan fəaliyyəti ilə isə şöhrət qazanır. Yəni, o çətinliklərdən çıxmaq, bacarığı əgər o insanda olanda heç vaxt pis şeylər fikirləşmir. Bacarıq olmayanda, əlbəttə ki, necə eləyəcəyəm, deyir, ən çətin iş dünyada işə başlamaqdır. Hər hansı bir evi tikəndə deyəcəksən ki, bunu necə qaldıracağım, bu binanı, amma bir o kərpicləri hörəndə, hamı da zəhmətlə başa gəlirsə, ona qalib gəlirsən.
Amma işə başladım. Və yaxud da ki, indi biz işə gedirik, deyirsən ki, bu işlər neçə iş qalıb, hansından başlayayım? Əvvəl adamı özün qorxudur, sonra bir başlayırsan, işə başladın, qutarırsan. Deyir, əl mərddir, göz namərd. Belə də bir deyim var el arasında. Yəni, çətinliyə sinə gərdin, qələbə qazanırsan. Onu da yenə də zəhmətlə, ağılla, fərasətlə. Və səbri də unutma. Səbir, bayaq dediyim kimi, açardı. Və o, hər bir şeyə qalib gəlirsənsə, xoşbəxt olursan və saadətə qovuşursan. Və saadət, mən də Akşin müəllimin sözünə davam eləyirəm ki, saadət elə bil ki, hər bir yerdə müxtəlif fikirlər sürür. Mən də ki, elə bir yerdə oxumuşam ki, saadət, Akşin müəllim dediyi kimi 3 adətdir. Qarşılıqlı hörmət, qarşılıqlı məhəbbət, qarşılıqlı güzəşt. Yəni, bu mənaları verir. Yəni, bunlar qarşılıqlı güzəşt, məhəbbət, hörmət olanda ailə də uzun ömürlü olur. Amma hesab edək ki, hər zaman qarşılıqlı olmur da hər şey. Olmasa uzun ömür heç vaxt daşıya bilməz. Heç vaxt onu uzun bir tərəf xas sürükləsin. Tək əldən səs çıxır, yox. Qüvvət birlikdədir. Ona ancaq birlikdə. Bunlar qarşılıqlı olmasa heç vaxt, heç bir işi uzun-uzuna davam mümkün deyil. Bəli. Buyurun, zəhmət olmasa. Mehribanlık saadettir, mehribanlık saadettir.